hər kəs bir cür hazırlayır. Mən isə sizə ən dadlısını və ən asanını göstərəcəm. Əvvəlcə qazana soğanlarımızı, daha sonra isə ətimizi yerləşdiririk. Duzunu və istiotunu əlavə etdikdən sonra isə biraz kək otu və 4 ədəd sarımsaq əlavə edirik. Dedim ki, sarımsaq və kək otu çox fərqli dad qatır. Daha sonra isə yenə soğan, bibər və ən son qatda isə pomidorlarımızı əlavə edirik. Pomidor əzilməsin deyə ən üst qata pomidor əlavə edin və hər bir qatdan sonra duz və istiotu əlavə etməyi də unutmayın. Sonra isə reyhan, şüit və kişniş əlavə etdim. Yarım stəkan su və biraz da yağ əlavə etdikdən sonra vam modda ən az 2 saat bişiririk. Və ən dadlı və ləzzətli buğlamamız hazırdır. Postu bəyənməyi unutmayın. Buğlamanı hər kəs bir cür hazırlayır. Mən isə sizə ən dadlısını və ən asanını göstərəcəm. Əvvəlcə qazana soğanlarımızı, daha sonra isə ətimizi yerləşdiririk. Duzunu və istiotunu əlavə etdikdən sonra isə biraz kək otu və 4 ədəd sarımsaq əlavə edirik. Dedim ki, sarımsaq və kək otu çox fərqli dad qatır. Daha sonra isə yenə soğan, bibər və ən son qatda isə pomidorlarımızı əlavə edirik. Pomidor əzilməsin deyə ən üst qata pomidor əlavə edin və hər bir qatdan sonra duz və istiotu əlavə etməyi də unutmayın. Sonra isə reyhan, şüit və kişniş əlavə etdim. Yarım stəkan su və biraz da yağ əlavə etdikdən sonra vam modda ən az 2 saat bişiririk. Və ən dadlı və ləzzətli buğlamamız hazırdır. Postu bəyənməyi unutmayın.